Maqnit sahəsi tərəfindən dedik ki, cəryanlı naqilə təsir edən qüvvə amper qüvvəsidir. Yüklü zərrəciklərə təsir edən qüvvə isə nədir? Lorentz qüvvəsi. Yüklü zərrəcik deyəndə nə başa düşürük? Proton, ion, elektron. Bu üçünü bilirsiniz, hərəlik nədir? Bəsdir. Deyək ki, burada bir müsbət yüklü zərrəcik var və V sürəti ilə nə edir? Hərəkət edir. Və bu V sürət vektorunun induksiya vektoru ilə əmələ gətirdiyi bucaq da olsun nə? Alfa. Onda Lorentz qüvvəsi bu üstünə hesablanır. Q, V, B, sinus nə? Alfa üstunu ilə hesablanır. Əslində bu B sinus alfa olan hissə var ha. B sinus alfa olan hissə belədir, baxın, sizə deyirəm. F Lorentz bərabərdir Q, V, B perpendikulyardır. B perpendikulyar ona görə deyirəm ki, test toxlusunda bir 4 dənə sual var, onları işləməyə kömək olacaq. B perpendikulyar nədir? Biz ümumiyyətlə bilirdik ki, qüvvənin neçə toplanan olur şahidlər? 2 toplanan, birinə deyirlər paralel toplanan, birinə nə deyirlər? Perpendikulyar toplanan. İndi bizim bu B vektoru belə yönəlir, düzdür? B vektorunu 2 toplanana ayıraq, baxın. Paralel bizə lazım deyil, çünki paralel istiqamətdə Lorentz qüvvəsi nəməyəcək? Təsir etməyəcək. Bizə bu lazım deyil, paralel toplanan lazım deyil. Bizə bu lazımdır nə? B perpendikulyar toplanan. Bax, bu bucaq alfadırsa, ora alfadırsa, biz bunu neyləyə bilirik? Bunu paralel bura neyləyə bilirik? Köçürdə bilirik. Bax, B perpendikulyarı bura köçürdük. Köçürdəndə nə olur? Qarşıdakı katetin hipotenuza nisbəti olur nə? Rəsif olur sinus alfa. Onda buradan B perpendikulyarı tapanda olacaq B sinus alfa. Əslində Lorentz qüvvəsinin düsturu belədir. QVV perpendikulyar. Bu ifadəni gətirib burada neyləyəndə? Yerinə yazanda olacaq düstur belə. QVB sinus alfa. Bunu ona görə deyirəm ki, siz biləsiniz ki, B sinus alfa olan hissəsi əslində nədir? B perpendikulyardır. O yeni onu yazılır. Bəli, bəli. İndi siz deyə bilərsinizmi, hansı hallarda Lorentz qüvvəsi təsir etməz? Başdan düstura başlayaq, başdan buradan. Zərrəcik, deməli yazıram ki, aşağıdakı hallarda F Lorentz nəyə bəb olsun? Aha, zərbəli sıfıra. Deməli, birinci qayda. Zərrəciyin yükü olmazsa, yəni yükü olmayan zərrəcik deyə bilərsiniz bir dənə? Neutron. Neutronun yükü nədir? Yoxdur. Ona görə də neytrona həm elektrik qüvvəsi təsir etmir, QY qüvvəsi var ki, həm də Lorentz qüvvəsi təsir etmir. Qəbulla neytron düşsə daha yaxşı olar, hə? Deyək ki, yazasınız nə? Sıfır. Deməli, neytrona qüvvə təsir etmir. İkinci halda, qüvvə dediyimiz hansı qüvvə? Lorentz qüvvəsi. İkinci qayda dedirik, sürət olmazsa. Sürəti olmayan hərəkət necə? Hərəkət deyil də, yəni sükunətdədir. Yəni, zərrəciyi əlimizlə gətirib Lorentz qüvvəsini belə qoysaq, qoya bilsək, onda onun zərrəciyə neynəməz? Lorentz qüvvəsi təsir etməz. Sürət yoxdur. Deməli, bu nə olur? Deməli, elektrik sahəsində sürətləndirirlər zərrəcikləri. Elektrik sahəsində nə edirlər? Sürətləndirirlər. Tuğlayırlar hansı sahəyə? Maqnit sahəsində. Elə gedən zərrəciyə, hərəkətdə olan zərrəciyə Lorentz təsir edir. Daha da onun sürətini nə edir? Artırır və yaxud da azaldır. Baxın, hansı istiqamətdə, necə? Aydındır. Ona görə də zərrəciyə təsir edən Lorentz qüvvəsi sıfırdır. Nə zaman sıfırdır? Zərrəcik sükunətdə olarsa. Bir də dediyimiz bayaq paralel söhbəti. Yəni, alfa bucağı nə olarsa, alfa bucağı 0 dərəcə və yaxud da alfa bucağı 180 dərəcə olarsa, yenə hansı söz var burada? Açar söz. Paralel. Paralel yönələrsə, yəni zərrəcik induksiya xətlərinə paralel yönələrsə, Lorentz qüvvəsi nəyə bərabərdir? Sıfıra. Niyə? Çünki sinus 0 dərəcədə neçə alır? 0 alır. 180-də də yenə 0 alır. Sıfırı nəyə vursak 0 edir. Bunu şəklini çəkim göstərin, baxın. Bu B vektorudur, görürsünüz şəklində B vektoru. Bu da deyək ki, müsbət yüklü zərrəcik. İstəyir sağa doğru hərəkət etsin, istəyir hara? Sola doğru hərəkət etsin. Hər iki halda paralel yönəldiyinə görə, Lorentz qüvvəsi yox. Bu zərrəciyə Lorentz qüvvəsi eləmir, təsir edir. İstəyir mənfi olsun, baxın, istəyir mənfi olsun, istəyir müsbət olsun. Paralel yönələrsə, Lorentz qüvvəsi eləmir, təsir edilir. Lorentz qüvvəsi də bayaq dediyimiz qaydadan hansı əl qaydasından tapılır? Sol əl qaydasından tapılır. Yenə də qayda edilir. Sol əl ilə tutulur ki,
B vektoru ovucumuzun üstünə neyləsin? Daxil olsun. Açılmış 4 barmaq. Bizdə sürət vektoru istiqamətində bayaq cəryan idi. Burada nədir? Sürət vektoru istiqamətdə 90 dərəcə açılmış baş barmaq isə Lorentz istiqamətidir. Əgər bayaq günü anladınızsa, amperin istiqaməti anladınızsa, bunu daha çox anlayacaqsınız. Amma burada bir əmma var. Əmma nədir? Zərrəcik mənfi olanlar. Nə? Zərrəcik mənfi olarsa. Zərrəcik mənfi olarsa neyinirsiniz? Əndişələnməyə ehtiyac yoxdur. Bildiyiniz kimi sol əl qaydasında neyinirsiniz? Tapırsınız. Müsbət yüklü zərrəcik kimi tapırsınız. Sadəcə tapdığınızın işarənin nəyini tapırsınız? Əksini. Tutaq ki, yuxarı tapmışsınızsa, cavab olaraq nəyi götürürsünüz? Aşağıya. Başlayaq. Birinci müsbətlərdən başlayaq. Ağac əvvəl. Deməli, burada müsbət yüklü zərrəcik bu formada hərəkət edir. Burada da müsbət yüklü zərrəcik bu formada hərəkət edir. Fərq nədir? Tutaq ki, burada B vektoru bizdən hara doğrudur? B vektoru bizdən şəkil müstəvisinə doğrudur. Deyək ki, burada isə B vektoru şəkil müstəvisindən bizə doğrudur. Əlimizi tuturuq, bax, bu formada. B ovucumuzda daxil olur? Olur. 4 barmaq sürət istiqamətdə, baş barmaq isə Lorentz qüvvəsi istiqamətdə. Hal-hazırda Lorentz qüvvəsi hara doğrudur? Yuxarı. Burada isə, baxın, B vektoru bizə doğru gəlir. Biz ovucumuzu onun qarşısına sipər eləməliyik. 4 barmaq sürət istiqamətdə, baş barmaq isə Lorentz qüvvəsi istiqamətdə. Birinci mənfisi eyni şeydir, ikinci. Bəli. Ona görə Lorentz qüvvəsi haradır? Aşağı. Mənfisinin B vektoru da qiymət. Yox, mənfisində istəyirsən B-ni tərs tut, bilə səhv tut, ya da istəyirsən ki, tapıb neyinə? Əksinə dəyək. İndi mənfisin deyək, çox söhbəti uzatmayaq, mənfi zərrəcik olsun. Yenə də deyək ki, burada hər tərəf nədir? X-dır, B, yəni bizdən şəkil müstəvisinə doğru gedir. Burada isə hər tərəf deyək ki, nöqtədir. Onda gəlin araşdıraq. Deməli, belə tuturuq. Normalda müsbət olsaydı hara? Sonra baxıram ki, mənfidir. Tapdığımızın aşağısı. Ya da mən bir yerdə öyrənmişəm, əlini belə tuturlar. Parmağa bax. Haradır? Aşağı. Bir yerdə belə də öyrənmişəm. Bildiyiniz, alacaq nə? Aşağıya doğru. Lorentz qüvvəsi. Buradakının tərsi. Burada nə olacaq? Əslində aşağı olmalıydı. Yuxarı olacaq. Yəni, əlimizi yenə də belə tutanda, arxadan görürük ki, barmaq yuxarı doğru gəlir. Bəli, bu şəkildə. Deməli, belə tutduq, mənfi olduğuna görə nə edirik? Yuxarı. Bir də indidən deyirəm, hadisələri qabaqlayıb indidən deyirəm. Çevrə öz hərəkət görsəniz, 2022-ci ildə qəbula düşüb, 18-də və 22-də. 18-də sınav imtahanı düşmüşdü, 22-də qəbula düşdü. İkincidə. Sürət vektorunun istiqaməti nasıl olmayaraq Fərhad? Lorentz qüvvəsi həmişə çevrənin mərkəzinə doğrudur. Lorentz qüvvəsi hər zaman çevrənin mərkəzinə doğrudur. Biz bunları mütləq şəkildə qeyd edək və Lorentz qüvvəsi çevrənin mərkəzinə doğru yönəlir. Bəzə səhifəni açılır. Bir belə çevrəmiz var deyək. Bir də belə çevrəmiz var. Bu formu niyə təqəbədir? Orderi. Orderi bu görsək, buradakı bu. Oldu belə bu şəkildə. Buranı da silə geçsin. İndi tutaq ki, burada müsbət yüklü zərrəcik var. Nə var şagirdlər? Müsbət yüklü. Və hər tərəfdə deyək ki, nədir? X-dir. Yəni, B vektoru, Yusif, haradır? Bizdən şəkil müstəvisinə. Şəkil müstəvisinə. Baxın, X da olsa, nöqtə də olsa, qeyri-şərtsiz olaraq Lorentz qüvvəsi istiqaməti hara götürəsiniz? Çevrənin mərkəzinə. Burada olsa, sağa, burada olsa sola, burada olsa yuxarı. Fərq eləməz. Mənfi də olsa, müsbət də olsa, Lorentz qüvvəsi haradır? Çevrənin mərkəzinə doğru. İndi burada isə hər tərəf, yenə də, hər tərəf olsun nə? X. Hər tərəf olsun X. Bu dəfə buradakı zərrəciyimiz olsun mənfi. Yenə də Lorentz qüvvəsi haradır? Mərkəzinə. Fərq bunun fırlanmağındadır şahidlər. Fərq bunun nəyindədir? Abi, əlinizi belə tutursunuz, bir dənə baxın. Əlinizi belə tutursunuz. Baş parmaq hara X-dir, əlimizin X-dir. Baş parmaq hara çevrənin mərkəzinə. Bu nəyi bildirir? Bunlar nəyi bildirir? Sürəti. Demək, sürət vektoru hansı tərəfə imiş?
sola doğruymuş. Deməli, bu hansı istiqamətdə fırlanır? Saat əqrəbinin deyil, hərəkətinin əksinə. Burada nətər olacaq? Yenə belə tutmalıyıq, düzdür? Mənfidir deyənə əksinə. Deməli, bu formada saat əqrəbi istiqaməti. Deməli, burada elektronun istiqaməti saat əqrəbi istiqamətindədir. O əvəzdə rudiyə bərabərliyə çevrəlmək. Bəli, burada cismə bir qüvvə təsir edir. Digər təsirlər adətən neynəmirlər? Nəzərə alınırlar. O da əvəzləyici qüvvə rolunu oynayır. Yəni biz onsuz da yüklü zərrəciklərin maqnit hərəkətində biz deyəcəyik ki, emanı biz nəyə bərabər edəcəyik? Lorentz qüvvəsinə bərabər edəcəyik onsuz da. Aydın oldu. Bax belə. Bunlar Lorentz qüvvəsi haqqında deyəcəklərini.